Biz birinci sualda yadımızdan çıxdı, kaydı vurmamışdıq, indi vurduq. Sonradan izləyən müəllimlər üçün deyim, təkcə birinci sualı oxumuşuq hələ ki. Yox, müəllimlər tez yazsınız ikinci sualın cavabını. Bayaqdan özümü öldürürəm burada. Mənə mesajlar gec gəldi də, burada ona görə baxa bilmədim ekrana. Ya tez yazsız, ya gözləmə vaxtını gözləmədi müəllimlər. Olmaz belə. Yaxşı. İkinci suala yazdınız bir, amma bir də belə eləməkdə. Çünki elə müəllim var, hələ bəlkə o sualı indi oxuyur. Niyə tez yazıb göndərirsiniz? Çox xahiş edirəm ki, bir-birinizi gözləyin. Axı heç vaxt belə eləmirdiniz. Kim idi o ən birinci yazan? O günahkarı tapmaq lazımdır. Yaxşı, gəlin kim bu sualın izahını vermək istəyir? Hansı müəllim? Bir-bir izah verəcəksiniz müəllimlər. Deyim son. Xəyalə müəllimə buyurun. Aha, dönəcəm hamınıza bir-bir. Şagirdlərə turistlər üçün müəyyən deyir məlumatı üç dildə Azərbaycan, ingilis və rus dillərində hazırlamaq tapşırılır. Hı Bu hı. kompetisiyanın inkişafını göstərir. Burada bir Aha. çox dil bilməkdir müəllimə. Ay, sağ olun. Çox deyil. Müxtəlif dillərdən adekvat və səmərəli istifadə etmək bacarığıdır. Daha sonra yeni dil öyrənməkdir, multikulturalizm, bu Multikulturalizm. Aha. dil bilməyə aid idi də müəllimə. Bəli. Digər xalqların deyirdik dillərini öyrənmək, tətbiq eləmək, düzdürmü? Aha, doğrudur, yaxşı. Bəs keçək indi üçüncü suala. Görək üçüncü sualımızda nə olacaq? Mən sualları elə eləyəcəm ki, siz o biri sualı görməyin. Çünki tezkən o biri ikincini oxuyublar, tez cavabı göndərdilər. Aha. Amma tez göndərməyin müəllimlər. YouTube müəllimlərimiz siz də yazın. Yeni qoşulan müəllimlərimizi də salamlayırıq. Salam, salam yeni qoşulan müəllimlərimiz. Göndərin. Bu qədər vaxt bəs eləyər. Çoxu deməli B yazıb. YouTube'da olan müəllimlərimiz sizlər də yazın. Zoom müəllimlərimiz B yazıb. B, 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 B. Yaxşı. Müəllimlərdən biri izah versin. Dərsi öyrənmisiniz, Mən izahlara deyim baxmısınız. izahını, Nihal müəllimə. müəllimə, aha, deyin, izah verin. Deməli, üçüncü sualda deyilir ki, şagirdlərə məktəbdə enerji sərfiyyatını azaltmaq üçün bir model hazırlamaq tapşırılır. Hı hı. Burada model sözü demişdik ki, üçüncü kompetensiямızda, yəni riyazi, elmi, texnoloji və mühəndislik kompetensiasında özünü göstərir. Yəni burada riyazi kompetensiya model idi, diaqram idi, qrafiklərdən istifadə etmək bacarıqları var idi. Sonra onlar ölçməklər aparır, analiz edir, Hı hı. enerjiyə qənaət modeli qurur və sınaqdan keçirirlər. Aha. Cavabımız olacaq riyazi, elmi, texnoloji və mühəndislik. Ay, sağ ol. Elmidə də demişdik ki, deməli, həyatda baş verən prosesləri izah etmək, Elmi yəni əsaslandırır, araşdırma. Bax, enerji sərfiyyatı bir ucu gedəcək fizikaya, düzdürmü? bəli, fizikaya, Və bəli, enerji elmi ilə bağlı texnika. texnologiyada da mövzular var, düzdürmü? Deməli bir Texnologiyada elmi var. araşdırma. Aha, Bəli. elmi Elmi araşdırma, araşdırma. bəli. Yəni bir nəticə çıxardırıq, izah edirik, təhlil edirik. Hı Yəni hı. elmi Ay, kommunikasiyada. sağ ol. Bəli. Bəli. Bunu da Baxın. götürəcəyik B variantı. B variant. Doğrudur müəllimə. Riyazi elmi bax, bu özündə belə deyək də dörd qolu birləşdirir bu kompetensiya. Riyazi, elmi, texnoloji, mühəndislik. Tutaq ki, bunun içində təkcə misal indi başqa testlər görəcəksiniz. Mühəndislik önə çəkilsə yenə də bu tövlükdə bunu götürəcəyik. Riyazi önə çəkilsə yenə. Çünki niyə? Bizdə kitabımız da bunu bizə dördün bir yerdə verir də və hətta ki, ola bilər ki, elmi. İndi baxın, Bəli. burada da yenə də dediyimiz kimi fənlərdən bağlıdır, enerji sərfiyyatı bu gedəcək bir elmi cəhətdən araşdırma lazımdır burada. Düzdürmü? Bəli müəllim. Ay sağ olun. Ona görə də indi təbii ki, analiz, nə bilim, qənaət necə olmalıdır, riyaziyyatı da bir ucu gedib çıxacaq. Ona görə B variantı yazanlar doğru yazıb. Keçirik növbəti sualımıza. Hissə verirəm ki, o bir sualları görməyəsiniz. Çünki tezkən o birləri də oxuyurlar onlar. Kim tez yazanlar. De, vaxtımız getdi. Tez göndərmirik cavabı.
Məncə bəs eləyər. Göndərin. A, A yazıb müəllimlərimiz. A. YouTube'da görək nə yazıblar. Türkan müəllimə, Günel müəllimə A yazıb oradan. Müsalə müəllimə də A yazıb. Burada da A çoxluq təşkil edir. Yaxşı. Bu sual izahını kim verəcək müəllimlər? Mən də deyə bilərəm. Aha, deyin. Hansı müəllimə idi? Zülfiyə müəllimə? Yox, Dilşad. Bir neçə müəllim mikrofon açdı, tam bilmədim. Dilşad müəllim. Hə, Dilşad müəllimə, deyin. Bəli. Aha, Deyir, buyurun. müəllim şagirdlərin mövzu ilə bağlı məlumatlarını internetdən toplamağı. Yəni interneti bilirsə, onu idarə edə bilirsə, ondan nəsə bir məlumat öyrənə bilirsə, bu rəqəmsal savadlılıqdır da. Aha, sağ ol. Aha, doğrudur, bəli. Bax, görürsünüz, əslində mövzu belə deyək də, biraz söz yığınımız çoxdur deyək, Məntiqlidir yox. da, məntiqdir. Hassasdır bu Aa, mövzular. Hə, bəli. Amma belə ümumi çox yəni. situasiyalarda, yəni dediyim kimi, dərsin izahında da qeyd etmişdik. Yəni elə də lap dəhşətli çətin mövzu Deyil. deyil. Aha. Bəli. Qoy bunu bu hissəsini biraz yığım. Mən sizlərin bəzilərinizi görə bilmirəm. Yaxşı. Doğrudur. A yazanlar afərin. Hələ ki yaxşı gedirik. Hələ ki yaxşı gedirik. Sonra keçirik 5-ci sualımıza. Vaxtınız getdi. Yox, Zəminə müəllimə tez yazıb göndərməyin. Göndərin. D yazanlar da var, A yazanlar da var. Aha, D, A arasında qalmışsınız demək. Amma D çoxluq təşkil edir. A yazıb Axını birinci. bilmirəm. Kim izah vermək istəyir? Mən müəllimə, Mən deyə onlar bilərəm, mən Məndən yenə mənim. deyə bilərəm. Bir dəqiqə, mən bu yazı tutur deyə görə bilmirəm. Ya, ekranım mənim neçə yerə bölünüb, inanırsınız. Açıram, Kimi? ver müəllimə. Salam, Mənzərə salam. müəllimədir. Hansı müəllimədir mən deyən? Mənzərə müəllimədir Hə, müəllimə. Mənzərə müəllimə, izah verin. Müəllimə demək deyir ki, şagirdlərə uzunmüddətli layihə verilir. Onlar layihənin planını qurmalı, öz öhdəliklərini müəyyən etməli və vaxt idarə etməsini düzgün aparmalıdırlar. Bu situasiya hansı kompetensiya ilə bağlıdır? Məncə bu debəlidir. Şəxsi sosial və öyrənməyə. Bəli, Çünki bəli. Fikrinizi Yəni, əsaslandırın. Məncə yox, Müəllimə, fikrinizi əsaslandırın. aha. Çünki burada deyir ki, burada öz sözü var. metakognitiv. Özüm haqqında Bəli. bilirəmsə, bu metaqnetivə əsaslanır da. Öz işini bilir. Mən Doğru. belə fikirləşirəm. Aha. Debəlidir. Sonra kim fikrini əsaslandırar? Biri də izah versin. Mən Deyil. Dilşad müəllim. Dilşad Mən burada müəllimə deyil. öz sözü varsa, yəni tez götürdüm ki, metakognitivdir də, özü haqqında, özünün idarə etməsini düzgün aparmalıdır. Yəni özünü üzə verməlidir da. Bu metakognitiv şəxsi sosial öyrənmək. Doğru. Devarim. Doğru. Demək, indi baxaq. YouTube-da da bəzi müəllimlərimiz deyir, yazıb bəziləri A. YouTube-da yazan müəllimlərimiz, siz sualın nömrəsini də yazın. Yaxşı, çünki bəzilər sizə orada bizim səsimiz gec çatır deyə. Məsələn, yazın tutaq ki, 4-də A, 5-də deyil, məsələn, belə bilim ki, görüm kim orada düz yazır. Baxaq, deyir, şagirdlərə uzun müddətli layihə verilir. Onlar layihənin planını qurmalı, öz öhdəliklərini müəyyən etməli, bax, öz öhdəliklərini müəyyən etməli və vaxt idarə etməsini düzgün aparmalıdırlar. Bu situasiya. Demək, baxın müəllimlər, layihə verildi. Deyir, layihənin planını sən özün qurmalısan. Öz öhdəliyi də müəyyən etməlisən. Bu layihə, indi hər hansı bir layihədən söhbət gedir. İndi özümüzə tutaq ki, bizə bir layihə tapşırılıb müəllimlər. Düzdürmü? Biz bilərik də bu, belə deyim də, mənim öhdəliyim nə olar ki, mən bu layihədə hansı öhdəliyi öz üzərimə götürsəm? Salam, hər vaxtınız xeyir olsun. Salam, salam. Şəhla mənim. Üzrlü hesab eləyin. İnternet zəif idi, qoşula bilmirdim. Hə, internet zəifdir. Ay sağ olun. Bəli, Burada da bəli. internet zəifdir. Bəli. Hə, eybi yox, heç nə olmaz. Demək, buradan mən bir dənə bu
Alt yazılar niyə gəlir orada ekrana, YouTube'da? Bizim danışdığımız özü səhv tərcümə olunur, türkçə aşağıda yazılır. Alt yazıları bağladım, görək hələ yenə yazılacaq. Hə, demək deyir ki, öz öhdəliklərini. Hamı bilir ki, məsələn, tutaq ki, bir layihə tapşırılıb, bax, şagirdlərə uzun müddətli layihə verilib. Onlar layihənin planını qurmalıdırlar, öz öhdəliklərini. Mən bu layihənin müəyyən bir öhdəliyini özlərimə götürəcəm. Siz öz öhdəlik. Hər öz bacarığını bilir axı. Düzdürmü müəllimlər? Deməli nə? Deyirdik ki, şəxsi sosial və öyrənməyi öyrənmək kompetensiyası. Bu nə idi? Metakognitiv biliyə əsaslanan. Metakognitiv biliyə Ay, sağ. əsaslanır. Bəli. Bəli, bəli. Məsələn, kimin hansı öhdəliyi üzərindən gələcək, hər kəs özü yaxşı bilər də. Burada D yazanlar düzgün analiz eləyib, afərin. A yazanlar, burada sahibkarlıqla bağlı heç bir əlaqə yoxdur, yazıqlar olsun. Keçirik 6-cı suala. Sahibkarlıqla da bağlı sual salmışam, narahat olmayın. Vaxtınız getdi. Göndərin. Cavablara baxıram. Hamı yazsın, sonra cavabı səsləndirəcəyik. Deməli, Zoom-da olan müəllimlərimizin çoxu B yazdı, bir dənə A gəldi. YouTube-da olan müəllimlərimizdən Türkan müəllimə 6-ya A yazıb. Gəlin indi görək burada A-dır, yoxsa B-dir. Kim izah verəcək bizə? Mövzunu öyrənmişsiniz, indi gəlin izah verin. Kim izah Müəllim, verir? bu da mədəni məlumatlılıq mən bilirəm. Mədəni məlumatlı. A-nı yazan siz idiniz, Dilşad müəllimə. Bəli, bəli Mən də müəllim. burada ekranım nə qədər hissəyə bölünüb deyə tam görə bilmədim kim idi, ha? Hə, mənəm Dilşad Siz müəllim. A deyirsiniz. Fikrinizi əsaslandırın görək hələ. Yəni bu yerə tullantılar tutur. Yəni bu mədəniyyətsizlikdə o mədəniyyəti bildirmək üçün məncə məlumat verir də mədəni məlumatlılıq. Mənə gəldi A variantı. Elə düşünürsünüz. Yaxşı, B yazanlardan bir izah versin bizə. İzah verin müəllimə. Deyin, Sübhan müəllim. Salam, hər vaxtınız xeyir. Salam, Şagirdlər sağ ol. məktəbin həyətində tullantıların düzgün ayrılmasını müşahidə edir. Onlar araşdırma aparıb maarifləndirici plakatlar. Burada maarifləndirici plakatlar, belə deyim də, yaşadığı yeri təmiz saxlamaq haqqında fəal vətəndaşlıq mövqeyi göstərir. Ona görə B-dir. Amma A ona görə deyil, mədəni məlumatlıq başqa ölkənin xalqları haqqında məlumat almaq. O onun mənası idi. Ola bilər, ola bilər. Bəli, bəli. Səhv Baxın, salmışam. burada deyir ki, şagirdlər məktəbin həyətində tullantıların düzgün ayrılmamasını müşahidə edirlər. Onlar araşdırma aparıb maarifləndirici plakatlar hazırlayır və məktəbdə təbliğat aparırlar. Fəal vətəndaş mövqeyidir bu. Belə deyim, şagird buna biganə də qala bilərdi. O izahda deyirəm, məsələn, bəzi insanlar hər hansısa bir problemi görür, cəmiyyəti, nə bilim, hər hansısa bir də ümumi bir problemi görür. Elə insan var, susur oturur. Amma elə insan var, ona Bəli. susmur. Hə? Susmur. Məsələn, Bəli, orada bəli. elə bir ki, ümumi Mövqeyini maraqlar göstərir. naminə də bu işləri görürlər. Yəni dövlət, cəmiyyət naminə belə deyək, düzdürmü? Bəli, Baxın, bəli. fəal vətəndaş, bəzi insanlar var ki, ondan başqa cür istifadə edənlər və sair, bunlardan işimiz yoxdur, amma fəal vətəndaş mövqeyinədir gördüyümüz o, baxın, problemlərə qarşı biganə qalmayıb şagird. Təbliğat aparıb. Təbliğatın başqa versiyası da ola bilər. Hər hansısa bir məsələdən bağlı söz azadlığı, demokratiya, nə bilim, çıxıb hər hansısa bir sosial şəbəkədə paylaşımlar eləyə bilər. O problemi qaldıra bilər ki, yəni belə bir problem var, bunun həlli üçün nəsə müraciətlər və s. Yəni buna biganə qalmayıb. Düzdürmü? B Bəli, yazanlar bəli. doğrudur. Eyb yox, səhv eləyənlərdə üzülməyin müəllimlər. Əsas odur ki, öyrənmək. Öyrənmək və növbəti dərslər üçün olsa yenə də sınaqlarımız olacaq bu mövzulara, keçdiyimiz əvvəlki mövzulara aid. Əsas odur ki, sonradan da belə bir şey deyim ki sizə. Test üzərindən səhv edib öyrənmək özü bir metoddur. Yaxşımı? Səhv edib öyrənir. Bax, oradan öyrənmiş oldu artıq Dilşad müəllimə ki, bax, buna görə bu götürülür. Gələn dəfə bu tipli test düşəndə onu tezkən tapacaq artıq. 7-ci sual vaxtınız getdi, amma heç kim tez yazmasın.
Göndərin. 7-ci sualın cavabını. YouTube-da olan müəllimlərimiz sizə yazın. Baxıram ha YouTube-a. Digər telefondan izləyirəm YouTube müəllimlərini. Aha. Hı hı, hı hı, hı hı. Demək C yazıq müəllimlərimiz. Ayşə müəllimə, bəlkə siz izah verəsiniz, hə Ayşə müəllimə? Açırsınızmı səsi? Niyə sahibkarlıq? Müəllimə, mən izah verim. Görüm indi Ayşə müəllimə səs açmasa sizdən soruşarıq. Yaxşı, Şəhla müəllimə. Bəli, bəli. Aha. Hə Ayşə müəllimə səs açmırsınız, yazıklar olsun. Deyin Şəhla müəllimə izah verin. Müəllimə, burada deyir ki, müəllim şagirdlərdən əl işləri hazırlayıb məktəb yarmarkasında satmağı, gəliri hesablamağı və qazancı necə artırmaq barədə təkliflər verməyi tapşırır. Bu hansı kompetensiyanın inkişafını göstərir? Mən belə başa düşürəm ki, bu şəxsi biznes qurmaq, məsələn, mağaza açmaq, nə isə satmaq, onda sənin maliyyə savadlığın olmalıdır. Ay, sağ bu da Yəni, hansında? bəli, bəli, deməli, burada sahibkarlıqdır. Ay, sağ Hə, doğru. yeniliklər gətirməlisən. Məsələn, o işi qurmaq üçün uzaqgörənliyin olmalıdır, maliyyə Hı -hı. savadlığın olmalıdır. Bəli, Və bəli. bunları bilmək üçün, yəni bax burada əl işlərini satmaq üçün də, yəni orada sənin maliyyə savadın olmalıdır. Ay, Həm də Uğur qazanmaq üçün. icraçılıq planlaşdırma, Qoyduğun pulu mən məsələn təşəbbüskarlıq. artıqlamasıyla götürmək üçün bəli, səndə deməli Hı savad -hı. olmalıdır da, Doğrudur, bəli. savadın olmalıdır, bacarığın olmalıdır. Doğru. Demək, burada C yazanlar doğrudur. Sevda müəllimə yazıb ki, mənim sevdiyim tema. Baxın, əl işi hazırlayıb, məsələn, istədim bu sualı biraz necə qoymaq istəyirdim. Məsələn, muncuqdan əl işləri, tutaq ki, çanta və hətta ki, nəsə, sonra daha fikrimi dəyişdim, elə bu tipdə qoydum. Hə, məsələn, yarmarka, strateji düşünmə, ideyalar üzümə, ha. Demək, müəllimlər, baxın, bəzən olurdu şagirdlər, görürsünüzmü, muncuq mövzusunu xüsusilə keçəndə deyirlər ki, qolbaq, nə bilim, sep hazırlayırıq, üzük hazırlayıb deyir ki, məhəllədə digər uşaqlara nə bilim bir neçə qəpikdən satıram. İnanıram ki, hamınız rastlaşmısınız bu hallardan. Düzdürmü? Bax indidən görürsünüzmü o uşaqların beynində hansı ideyalar var. Hələ mən əl işi satıram da Sevda müəllimədir. Ha, nə gözəl. Mən Demək, də əl işləri hazırlayıram, mağazalara qoyuram. əla. Hansı tipdə əl işləri Şəhla müəllimə? Mən indi göstərə bilərəm, bir dəqiqə göstərim. Yaxşı. Göstərin baxaq. Hə, deməli Şəhla müəllimə gələnə qədər dediyimiz kimi bax deyir ki, riski də gözə almaq lazımdır, qazancı da. Siz o Aha. görürsünüz müəllimə. Görürük, görürük. Bəli, bəli, bəli. Hə, bax belə muncuqlardan əl işləri hazırlayıram. Əla. Maşallah sizə. İnşallah gününüz olsun. Bax Aha. belə muncuqlardan hazırlamışam. Əla. Super. Belə Sevda müəllimə də deyir, mən portret də hazırlayıram müəllimə. İndi inşallah uğur qazanaq sizin də portretinizi işləyək. İnşallah. İnşallah. Yaxşı, onda belə bir şərt kəsirik. İmtahandan 50 plusdan çıxırsınız, sonra öz portretimi gözləyirəm. Hə? İnşallah müəllimə mənim gözüm üstə. Var olun, çox sağ olun. Əsas o da imtahandan keçin. Aha, hamınız yüksək balına olsa keçəcəksiniz Allahın izni ilə, amma təbii ki, istəyərək ki, yüksək balla inşallah. Demək belə. İndi keçirik, növbət bax bu dediyimiz kimi qazancı hesabladı, təklifləri, sonra riski də gözə almaq lazımdır. Nə deyirdik biz bu kompetensiyada? Deyir ki, məsələn, tutaq ki, hər hansı bir gələcəyin sahibkarı olmaq istəyirsən, hər hansısa bir sahə üzrə, hər hansısa bir qol üzrə, kim səndən əvvəl o işlərdən məşğul olub, bir ondan da araşdırma elə. Düzdürmü? Gör bu işin problemli tərəfi, qazanclı, riskli tərəfləri nələrdir? Araşdırma etmək lazımdır. Keçirik növbəti sualımıza. Gəlsin 8-ci sual. Bir hardasa 20-yə yaxın sual nəzərdə tutmuşam. Testlərimiz var. Vaxtınız getdi. Bu çox asan sualdır. Hı -hı. Göndərin cavabları. Səsim kimisə telefondan echo verir.
Aha, heç izah verməyən müəllimlərdən biri izah versin. Kim heç izah verməyib, o müəllimlərdən biri. Kim izah vermək istəyir? Müəllimə mən verim. Görüm yox. Şəhla müəllimə indi sizdən Hə, soruşmuşuq. Yaxşı. İradə mən müəllimə səs hər açın. müəllimim mən açdım. Aha, Çox buyurun. çətinliklə açdım. Müəllim şagirdlərə müxtəlif xalqların adət-ənənələri haqqında təqdimat hazırlamağı tapşırır. Şagirdlər həmin mədəni müxtəlifliyi öyrənir, həm təqdimat zamanı səhnə davranışı və öz ideyalarını etmə Özünü bacarıqlarını idarə nümayiş etmək. etdirirlər. Bu situasiya da hansı kompetisiyaya uyğundur? Burada mədəni müxtəlifliyə və özünü idarə etmə kompetisiyasına uyğundur. Burada digər xalqların mədəniyyətinə hörmətdir, tolerantlıqdır, nümayiş etdirmədir, maraq göstərmədir. Düzdür, müəllimə? Doğru. Mənə Dünyaya Aynurə açıq müəllimə olmaq. dayanmadan zəng vurur. Bir dəqiqə üzürlü sayın. Üçüncü dəfə də ad boy verirəm. Bir dəqiqə görüm. Bəli, Aynurə müəllimə. Salam, salam. Biz dərsdəyik, ona görə mən sizə ad boy eləyirdimi? Aha, aha. Hə, vay, vay, vay. Aha. Eybi yox. Onda mən sonra sizə başqasını göndərərəm. Yaxşı, narahat olmayın. İndi dərsdəyəm. Vallahi narahatçılıq yoxdur. Narahat olmayın. Bu gün olmasın, sağ olsun. Heç bir problem yoxdur. Yaxşı. Amma mən sizə keçən dəfə göndərmişdim. Sizlə yazışmamızda qalıb o. Ona baxın bir dənə. Yaxşı, yaxşı. Özüm indi tez göndərirəm. Yaxşı. 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 Aha, indicə göndərirəm. Yaxşı, yaxşı. Oldu, oldu. Yaxşı. Sağ olun, sağ olun. Aha. Demək, burada oldu üzürlü sayın müəllimlər. Çünki Aynurə müəllimə bayaqdan dayanmadan yığır. Bir dəqiqə məni gözləyin. Bir dəqiqə üzürlü sayın. Demək. Mhm. Belə, bitdi. Hə, indi doğru izah. Müəllimlər nə olub bugün? İzafət müəllimə mənə zəng vurur. Nə olub bunlara görəsən? Aha, demək müəllimlər, burada doğrudur. Çünki niyə? Hə. Deyir ki, müəllim şagirdlərə müxtəlif xalqların adət-ənənələri, bax, müxtəlif xalqların adət-ənənələri haqqında təqdimat hazırlamağı tapşırır. Şagirdlər həm mədəni müxtəlifliyi öyrənir, həm də təqdimat zamanı səhnə davranışı, özünü idarə etmə. İdeyalar, fikirlər, Ay, sağ ol. müxtəlif Bəli, mədəniyyətə uyğun. Müəllimə, başqa mədəniyyətdə də onların da mədəniyyətində hörmətlə yanaşmaq lazımdır. Bəli, hörmətlə, Yəni doğrudur. onların mədəniyyətinə qaynayıb qarışmaq lazımdır. Bəli, tamam. Qonaq gedəndə qaynayıb qarışmaq, hörmətlə yanaşmaq lazımdır. Aysan, doğrudur, bəli. Belə, indi keçirik 9-cu sualımıza. Yusufdan bayaq müəllimlər deyirdi, müəllimlə son variantlar görsənmir. Biraz qaldırdım sualları, çünki tam aşağı düşə bilmirəm. O bir suallar görsənməsin deyə, amma oxumuşdum mesajınızı yəni. Göndərin. A da gördüm, D də gördüm variantlarda. Niyə don? Depende. A da yazanlar var, D də yazanlar var. Maraqlıdır. Nə demişdik müəllimlər? Baxın, bəzən ola bilər ki, bir suala iki və ya da ki, lap 3 kompetensiyaya uyğun gələ bilər. Amma
Əgər biz cavaba baxırıq, cavabda birincisi, hərəsində bir variant varsa, məsələn, indi birazdan bəzi suallar var ha. Məsələn, mən tutaq ki, A-da qoymuşam belə deyim, fəal vətəndaş, bir də ki, sahibkarlıq, nə bilim, rəqəmsalla riyazi elmi texnologini, indi ikili cavab da görəcəksiniz, belə testlər də var. Amma birdə nəlidirsə, bax bu şəkildə, məsələn, tutaq ki, B-də yalnız fəal vətəndaşdır, tutaq ki, D-də rəqəmsaldır. Burada ikisinə uyğun gələndə hansı daha ağır basır, bunu izahda demişəm. Suala uyğun hərəkət eləyəcəyik. İkisinə uyğun gələ bilər, bəli, amma hansının belə deyim xüsusiyyətləri, hansı kompetensiyanın xüsusiyyətləri bu tapşırıqda, bu sualda daha çox öz əksini tapırsa, daha ağırlıq təşkil edirsə, o variantı götürəcəyik. İndi demək nə? Burada görək kimlər? D yazanlar da var, A yazanlar da var. Burada doğru cavab nə olacaq müəllimlər? D variantı. D yazanlar doğrudur. İndi D yazanlardan biri izah versin, sonra görək niyə A deyil bəs. Hı? Kim izah vermək istəyir? Müəllimə, mən izah verim. İzah verin Şəhla müəllimə. Deməli, burada deyir ki, müəllim şagirdlərə bir robot hazırlamağı tapşırır. Tapşırıq zamanı bir qrup kodlaşdırma, digər qrup isə detalları birləşdirmə işi ilə məşğul olur. Bu situasiya hansı varianta uyğundur? Mənə elə gəlir ki, rəqəmsal. Çünki rəqəmsalda müəllimə o proqramları bilmək, videoları Ay, sağ olun. hazırlamaq, Hı-hı. videoları birləşdirmək və ondan Birləşdirmək. məqsəd yönlü istifadə eləmək, yəni faydalı bir iş görmək rəqəmsal bacarığına aiddir. Daha önə çəkir, bəli. Bax, Bəli, daha iki önə variantda olsaydı, burada D-ni də, A-nı da götürmək olardı. Amma burada rəqəmsal bacarıqlar daha öndədir. Bax, burada Bəli. kodlaşdırma da var, düzdürmü? Ondan sonra robotlar demişdik, süni intellekt, hər bir şey. Bunlar hansında öz əksini tapır? Bax, burada iki variant arasından rəqəmsal daha ağırlıq təşkil edir. Bəli. Yenə deyirəm, əgər tutaq ki, iki variantı götürmək olsaydı, informatika gələrdi, həmçində elə yadda saxlamışam, Aysa, bəli. Əgər iki variantlı olsaydı, bəli, ikisinin birləşməsi olan bir variantı seçəcəkdik. Amma bizim qarşımıza belə seçim qoyulduğuna görə hansı daha ağır basırsa, onu da götürmək lazımdır. Müəllimə, ağ lövhə qarşısında orada proqramları yeniləmək, dərsi başa salmaq da rəqəmsaldır da, mənə elə gəlir. Bəli, əlbəttə ki, rəqəmsal bacarıq. Hamısı, o proqramları bilmək Bəli. rəqəmsaldır. Məsələn, müəllim Həm də tutaq ki, müəllimə, orada alətlərin xüsusiyyətini də bilmək var da. bəli. Rəqəmsal bacarıq. Bəli, xüsusiyyətini də bilmək. Məsələn, elə müəllimdən tələb olunur ki, elektron lövhədən də istifadə eləməlisən, dərs keçməlisən, dərsdə bunlar hamısı nədir? Rəqəmsala gedib çıxır. Düzdürmü? Demək, belə. İndi keçirik 10-cu sualımıza. Vaxtınız getdi. Göndərin, gəlsin cavablarımız. Mən də olacaq. Yenə də A, B arasında qalmışıq. A, B. YouTube-dan izləyən müəllimlərimiz siz də yazın. Amma çoxluq B yazıb, bir neçə müəllimlərimiz A yazıb. Çoxluq B yazıb. Səfagül müəllimə, açın səsi bizə izah verin. Niyə B? B yazanlar doğrudur. B yazanlar doğrudur. Amma niyə B? Səfagül müəllimə bizə izah verin görək hələ. Müəllimə, mən deyim. Yox, Şəhla müəllimə. Qoy heç danışmayan müəllimlərimizdən soruşaq, yaxşımı? Sonra Mən müəllimlərimiz deyər ki, bütün sualları Şəhla müəllimə cavablandırır, biz qalmışıq. Mən Hə? deyim, müəllimə. Açarları sevirəm da müəllimə. Aha, amma indi neynəməliyik? Növbəmizi gözləməliyik, hə? Aha, Mən gəlir ki, Deyim, burada həm müəllimə. texnologiya əsasdır. Çünki mhm. biz texnologiyada həm çerkyoju keçirik,
dizaynda, texnologiyada biz keçirik. Hı hı. Yəni riyazi bacarıqlar da ona uyğun olmalıdır. Hı hı. Riyaziyyatla da inteqrasiyası var. Mühəndislik bacarığı mütləq olmalıdır bu işdə. Aha, bəli. Sonra Yasəmən müəllimə deyir, mən də izah verim. Siz də izah verin görüm. Siz hansı mövqedən yanaşmısınız? Mən də deyə bilərəm. Aha, yox, sizə Müəllimə, birazdan mən deyim. burada dizayn, çertyojdan gedirsə söhbət, orada sözsüz ki, mühəndislik bacarıqları Aysən. olmalıdır müəllim. Əgər orada kompüterdən istifadə eləyərsə, deməli orada rəqəmsal savadlılıq ola bilərdi. Amma kompüterdən yox, istifadə etmir. Sadəcə Əla. vərəqdə çəkirsə, deməli orada mühəndislik bacarıqları. Bəli, bəli, bəli. Bax, burada açar məqama baxın. Nurlan oxuyub bitirdiyi məktəbin yenidən təmir olunacağı xəbərini eşidib, məktəbin yeni dizaynda çertyojunu bir vərəqdə, bunu özüm xüsusilə yazmışam. Bəli, ölçüb quraşdırıbsa, müəllim ölçürsə, Vərəqdə. quraşdırıb göstərirsə. Əgər Aha. kompüterdə olsaydı orada, hə, rəqəmsal O savadlılıq rəqəmsalı olardı. düşünmək olardı. Rəqəmsala tərəf Amma düşünmək orada olardı. mühəndislik və texnoloji bacarıqları Bəli, göndərildi. Ona bəli, görə bəli. bu Bax, olardı. hazırlayıb təqdim etdi. Deməli nə? Bu nəsə bir çertyoju. Hə? Çəkib də bunun layihəsi, nə bilim, çertyoju nəyin? Bu nəyə gedib çıxır mühəndisliyə? Düzdürmü? Deməli, burada nə olacaq? Riyazi elmi. Düzdür, çoxluq B yazmışdı, amma A yazan bir iki müəllim vardı. Rəqəmsal savadlılıqdan bunun heç bir əlaqəsi yoxdur. Əslində burada vərəq sözündən əvvəl mən başqa bir versiya qoymuşdum bura. Sonradan sildim, dəyişdim. Aha, deməli, belə müəllimlər, diqqətli ola. Keçirik 11-ci sualımıza. Vaxtınız getdi. Göndərin gəlsin. C bəndə olacaq. Aha, demək, hamı C yazıb. YouTube-dan izləyən müəllimlərimiz siz də yazın. Türkan müəllimə də orada C yazıb. Digər müəllimlərimiz də yazsın. Turan Məmmədov C yazıb. Lap yaxşı. İndi heç izah verməyən müəllimlərdən biri. Niyə C oldu? Hansı səbəbi, hansı nəyi gördünüz ki, burada C-ni götürdünüz? Hı? Müəllimə deyim mən, yox hələ Deyin. müəllimə. Deyin, Nihal müəllimə. Deməli 11-ci sualda deyilir ki, Samir gələcəkdə hərbiçi olmaq istəyir və bunun üçün əlindən gələni edir. Qarşısına çıxa biləcək çətinliklərin indidən çıxış yollarını axtarır. Deməli burada cavabımız olacaq şəxsi sosial öyrənməyi öyrənmək. Yəni biz 5-ci kompetensiямızda demişdik ki, yəni özü haqqında düşünür, öz gələcəyini qurur. Gələcək, Aysən. Bəli. Qarşısında məqsəd qoyur ki, mən hərbiçi olmaq istəyirəm və bunun üçün əlimdən gələni eləməliyəm. Bəli, Yəni cavabımız bəli olacaq şəxsi sosial öyrənməyi öyrənmək. doğrudur, bəli. Həmçinin deyir ki, qarşısına çıxa biləcək çətinliklərin də indidən onun çıxış yollarını axtarır. Düzdürmü? Bəli, bəli. Aysən, doğrudur, bəli. Yəni bəli, çətinliklərin çıxış yolunu tapmalıdır da müəllimə məqsədə Bəli. çatmaq üçün. Aysən, doğrudur. Yəni ruhdan düşməmək, Yəni düzdürmü? işinə də məsuliyyətlə yanaşmalıdır. Doğrudur, bəli. Stressli dayanıqlı olmalıdır, səbir və məsuliyyətlə Səbirli çalışmalıdır. olmalıdır, doğrudur. Bəli, yəni 12-ci sual, buyurunuz. Göndərin görək. C, C, C.
Hə? Bəs yaxşı, belə bir sualım var. Burada niyə A yox C? Kim bu fərqi izah eləyər? Niyə A yox C? Bəlkə biri Onları da qarışdırır. izah edeyim. Mən adət-ənənələr var da. Allah. Sevda Yox, müəllimə izah Türk eləyin. mədəniyyətlər, ha, adət. çünki siz burada deməli mədəni haqqında niyə Yox, çıxışlar adət yox. O biri müəllimlər səsi bağlasın, bir nəfər danışsın da xahiş edirəm. Yaxşı. Aha. burada nəyə görə C variantıdır? Burada o mədəniyyətini, adət-ənənəsini, müxtəlif xalqların onu öyrənmək. Amma dil ola bilməz. Dildə müxtəlif dillər, xarici ölkələrin Bax, dillərini. niyə? Bəs burada var axı. Deyir müxtəlif xalqların, müxtəlif xalq varsa bunun müxtəlif dili var. Məsələ, burada axı Onların adət-ənənə onların Mədəniyyətdən. adət-ənənələrindən, Xatirə müəllimə, qoy Sevda mədəniyyətlər. müəllimə sözünü bitirsin, sonra dönüm sizə. Yaxşımı? Bir dənə Burada səbirli olaq. müxtəlif xalqların incəsənətindən, mədəniyyətindən gedir söhbət, adət-ənənəsindən gedir söhbət. Dil öyrənmədən getmir ki. Yaxşı. Dil Bu öyrənmədən sizin. olsa onda biz A-nı götürərik. Ona Yaxşı. görə biz indi C-ni götürürük. Aha, bu sizin fikriniz. Hələ heç nəyi təsdiqləmirəm. Xatirə müəllimə indi siz izah verin. Mən ona qatılıram. Bir də orada çıxış etmə var. Yəni ki, həm də ki, başqa xalqların dilində də öz mədəniyyəti haqqında məlumat da verir. Çıxış edir. Aha, yaxşı. Siz belə yanaşmısınız. Sonra digər müəllimlərimiz. Niyə C? Niyə A yox? Niyə C? Kim başqa cür izah vermək istəyir? Orada mədəniyyətlər haqqında çıxış edir deyir. Aha. Öz mədəniyyəti haqqında yox. Müəllimə, orada fərqli mədəniyyətlər haqqındadır da, yəni Mhm. müxtəlif xalqların. Aha. Ona görə biz də C variantını götürmüşük. Doğru, yaxşı. Gəlin indi bir də baxaq hansı yöndən. Deyir ki, Şuşada Xarı Bülbül festivalında müxtəlif xalqların, biz buradan bilir ki, müxtəlif xalqdırsa bunların hərəsinin özə məxsus dili var. Burada Evet. çox dili bilmək də gedir. Amma deyir ki, müxtəlif xalqların incəsənət adamları iştirak etmiş. Baxın, adət-ənənələr mədəniyyət haqqında demişdik ki, çox dil bilməkdən, deməli, digərinin deyir ki, mədəni məlumatlıq və özünü ifadə etmə. Burada əsas fərq bilirsən, o da deyil elə bunda da var, bunda da var. Amma incəsənət, mədəniyyət önə çəkilirsə, bəli, bu zaman C variantı olur. Hə? İncəsənət, mədəniyyət ön plandadır. Bax, deyir, iştirak etmiş adət-ənənələr, mədəniyyətlər haqqında çıxışlar etmişlər. Doğru fikirləşmisiniz. Bəli. Sadəcə indi kimsə məsələn izah verəndə o demək deyil, müəllim səhv izah verir, ikinciyə keçirəm. Yox, deyirəm ki, qoy ikinci müəllim də izah versin. Bəlkə görək o hansı mövqedən yanaşıb. Doğrudur, afərin, yaxşı gedirik, başa düşmüşük demək mövzunu. Keçirik 13-cü suala. Buyurunuz, vaxtınız getdi. Doğrudur, Firəngiz müəllimə. Bəli. Hə, baxın burada bu sualda mən iki variantlı qoymuşam artıq. İkisini ön plana çəkmək. Həm savadlılıq, həm çox dil bilmək. Şəhla müəllimə A deyir. Hə? Bəli, bəli. Digər müəllimlərimiz də A-nı yazıblar. Yaxşı. Elə Şəhla müəllimə izah verin görək hələ. Müəllimə, burada deyir ki, şagirdlər xarici dildə sadə mətn oxuyub, əsas fikri müəyyən edir və qısa təqdimat hazırlayırlar. Burada savadlıq və çox dil bilməkdir. Yəni savadlıq deyəndə, yəni onlar yazılı və şifahi surətdə anlamaq, yəni oxuduğunu dərk eləmək, yəni anlamaqdır da. Bir də ki, çox dil bilməkdə, yəni xarici dili bilmək, xarici dili Ay, bilmək sağ ol. onların mədəniyyətini öyrənmək deməkdir. Doğrudur. Bəli, bəli. Sonra biz yəni onu daha yaxşı danışmaq, oxuyub anlamaq, Bəli. informasiyanı dəqiq anlamaq, oxuduğunu, öyrəndiyini, deməli öz fikirləri ilə Həm də ifadə zəngin eləmək. lüğət ehtiyatı. Aha. Müəllim, onlar bir aydınlıq gətirim. Siz də Hani baş, müəllim, aha, yaxşı, siz də deyin. bir dənə aydınlıq gətirim. Bax, burada savadlılıqla çox dil bilmək demək olar ki, eynidir. Bir dənə fərqli cəhət orada nədir? Müxtəlif dil, o çox dil bilməkdə. Belə Bəli. baxanda ikisi də eynidir.
Bir-birinə yaxın kompetensiyalardır, bəli. Doğrudur. Baxın müəllimlər, məsələn bir müəllimdən izah istəyirik, müəllim izah verir. Kimin də fərqli yöndən izahı varsa, səs açıb o da izah verə bilər. Hökman dil ilə bir suala bir müəllim izah versin. Yaxşımı? Ola bilər siz bəlkə burada başqa məqam önə çəkəcəksiniz. O üsulla müəllimlər daha yaxşı yadda saxlayacaq. Yaxşımı? Doğrudur müəllimlər. Şagirdlər deyir xarici dildə sadə mətn oxuyub əsas fikri müəyyən edir və qısa təqdimat hazırlayır. Əsas fikri müəyyən etmək, mətn oxumaq, bilirik ki, bunları anlamaq, getdi nəyə savadlılığa. Xarici dildədirsə bu da gedir nəyə? Çox dil bilmək. Burada Müəllimə bax, orada ikisi bir də. şey də deyim. Deyil. Xarici dilin lüğət tərkibini bilməlidir də. Bəli, bəli, Fikirlərini bəli. xarici dildə çatdıra bilməlidir. Bəli, bəli, doğrudur. Belə. Keçirik növü. Yəni bəzi suallarda belə eləmişəm. İki variantlı qoymuşam. Bir görək bir-birinə yaxın olanları da tapa bilirikmi? Biraz salaq aşağı bunu. Aha. Buyurunuz 14-cü sualımız. Niyə tez göndərirsiniz? Yazıklar olsun. Yaxşı, göndərin görək. Amma A yazan da gördüm. Çoxluq C yazıb A yazan da var. YouTube müəllimlərimiz, yeni qoşulan müəllimləri salamlayırıq. Sizlər də yazın, çünki sizi də izləyirəm buradan. A da var cavablar arasında, C də var. Cavabın biləndə adam gözləyə bilmir. Çıxın çölə Stefan müəllim. Heç izah verməyən müəllimlərdən biri izah versin. Heç izah verməyənlərdən. Kim izah vermək istəyir? Bəzi müəllimlərimiz dinləyicidir deyə ona görə adlarını çəkə bilmirəm, amma Bunlar Rühanə müəllimə. Zemfira müəllimə buyurun. Bismillah eləyək. Aha, buyurun. Şagirdlər bir biznes ideyası hazırlayır. Risklər nəzərə alaraq məhsulların qiymətini müəyyən edirlər. Bu biznesə yönəlir. Daha sonra bu ideyaların elektron formatda reklamını hazırlayırlar. Verilmiş dasiyanın hansı kompüter daha yaxşı inkişaf etmiş olur. Burada həm rəqəmsaldan, həm sahibkarlıqdan. Riskə bu ideyalar zat hazırlayır. Risklərini, bu təbii sahibkarlıqda risklər həmişə var. Sonra onu rəqəmsal elektron formada hazırlayır. Ona görə rəqəmsal və sahibkarlıq. Doğrudur, bəli. Burada C yazanlar doğrudur. İndi qayıdıram A yazanlara. YouTube'da da A yazan var müəllimlərimizdən. Könül müəllimi A yazıb, yazıqlar olsun. Demək ki, müəllimlər, indi Zemfira müəllimə aydın izah verdi. Əlbəttə ki, riski nəzərə almaq, ideya hazırlayıb, bax, bir biznes ideyası. Elə bu bizə gəl deyir ki, burada sahibkarlıq var. Düzdürmü? İndi niyə A-da fəal vətəndaşdır, C-də rəqəmsal. A yazanlar fəal vətəndaş götürüb. Axı burada fəal vətəndaşın mövqeyi nədir? Axı burada rəqəmsal bacarıq önədir. Deyir ki, daha sonra bu ideyanın elektron formatda reklamını hazırladı. Bax, fəal vətəndaş necə idi? Biz bayaq dedik, demokratiya, söz azadlığı, təbiətdə, cəmiyyətdə, nə bilim, harda baş verən problemlərə biganə qalmır, düzdürmü? Bunun həlli yolları üçün çalışır, nələrsə edir. Bu olur fəal vətəndaş. Axı burada fəal vətəndaşlıq bir şey yoxdur, yazıqlar olsun. Salam, salam yeni qoşulan müəllimlərimiz. Bir necə A-nı götürdüm, arxasını oxumadım. Dilşad müəllimə deyir ki, biznesi görən kimi A-nı götürdüm. Arkasını oxumadım. Hə, baxın burada da A-da birinci sahibkarlıq yazmışam axı. Ona görə elə sahibkarlığı görüb tez tıklayıb getdi. Sevda müəllimə deyir, mən də elə yazıqlar olsun. Nə demişik? Sona qədər oxumaq lazımdır. Aha, indi keçirik. Oy, nə çox getdim yuxarı. Neçən sual idi? 14-də idik. Qəşəng bir neçə daha suallarımız var ha sonda da. Asan, orta, çətin səviyyəli. Hər tipdə salmışam. 15-dəyik də. Düzdürmü? Qoy baxım o suala. 14 idi. Hanı? Biznes istəyir. Hə, 15-ə. Başlayaq. Başlayın 15-ə.
Göndərin gəlsin cavablar. Hı hı, hı hı, hı hı, hı hı, hı. Burada da müəllimlərimiz A yazıb, YouTube-da da müəllimlərimiz A yazıblar. Yaxşı, A doğru cavabdır. Amma kim izah verəcək? Niyə A? Bəlkə biri başqa versiya fikirləşir, hələ yazmayıb, izahı gözləyir. Kim izah verəcək bizə? Heç izah verməyən müəllimlər aktiv olun. Sizlər də izah verin ki, qoy yadınızda qalsın. Kim izah Salam müəllim. eləməkdir? Salam Müəllimə, Aytən müəllimə. Buyurunuz. müəllimə, burada öz davranışları, öz öyrənmə prosesləri olduğuna görə şəxsi sosial və öyrənmək kompetensiyasıdır. Savadsızlıq kompetensiyası da ona görədir ki, mənim fikrimcə, burada refleksiya yazısı hazırlayır da, yəni bir mətn hazırlayır deyə. Ona görə savadsızlıq Bəli, kompetensiyası. bəli. Burada artıq yazı şəklində hazırlayıb təqdim eləməlidir. Düzdürmü? Aysan, doğrudur, bəli. A yazanlar doğru. Keçirik indi növbəti sualımıza. Aha, biraz daha da çətinləşir suallarımız. 16-cı sual. Diqqətli olun, buna 1-2 dəqiqə vaxt verəcəm. Aha, 2 dəqiqə vaxt verəcəyik. Heç kim tez yazmasına, amma diqqətli olun. Göndərin gəlsin cavabları müəllimlər. Hı hı, hı hı, hı hı. Çoxluq Y yazıb, bir müəllim A yazdı, bir müəllim C yazdı, bir müəllim də D yazdı. Biri də B yazsın, tam olsun. Çoxluq amma Y yazıb. Y cavabını yazanlar doğrudur. İndi kim izah verəcək? Niyə Y? Bilənlər bilməyənlərə izah eləsin. Kim izah vermək istəyir? Olar. Deyin Xatirə müəllimi. Çünki orada elə başlıqda da göstərir ki, onlarda bir-birinə ünsiyyət bacarığı zəifdir. Bir-birinə əməkdaşlıq zəifdir uşaqlar Əməkdaşlıq. arasında. Zəifdir. Onlar bir komanda halında işləməyi bacarığı öyrətmək lazımdır ki, məsələni birlikdə həll eləsinlər. Mən belə Demək, götürdüm. siz elə götürün. Başqa kim izah vermək istəyir? Bir müəllim də izah versin. Müəllimə, sosiallaşa bilmirlər də, sosial bacarıqlar zəifdir. Aha, siz bu mövqedən yanaşmısınız olsun. Çünki hərəsinin içində bir sizə nə qədər xüsusiyyətlər var. Biri birindən tutur, deyir ki, buna görə, biri deyir o biri xüsusiyyətinə görə. Deyin Mənzərə müəllimə sizdə. Məncə də ünsiyyət öz aralarında şagirdlər öz aralarında ünsiyyət qura bilmirlər. Komanda şəklində yanaşmırlar bir-birinə də. Ona görə Aha. də məncə Y variantıdır. Mən də Y variantını götürmüşdüm. Aha. Y variantı doğrudur. Gəlin bir də baxırıq suala. Deyir ki, müəllim şagirdlərə komanda şəklində bir layihə üzərində işləməyi tapşırır.
komanda şəklində. Lakin şagirdlər arasında əməkdaşlıq zəifdir. Bax, deyirəm ki, ən əsas bunu izahda da demişəm. Əməkdaşlıq düzdür, bir neçəsində var o heç. Amma ən çox önə çəkilir. Hansında? İki versiya demişdim ki, ən çox bunlarda diqqətli olun. Hansı idi elə biri müəllimlər? Bu şəxsi sosialın özü. Bir də biri. Sosial şəxsi. Aha, biri hansı idi? Biri elə ən birinci olan kompetensiya. Birinci Hansı? savadlılıq. Savadlılıq. Aydın. Ən çox bunların ikisində daha çox belə deyim də əməkdaşlıq önə çəkilir. Yenə deyirəm, digərlərində də var, o birilərdə də və s. Amma o demək deyil də, yəni elə bunu biz axı dərsin əvvəlində də dedik, bir xüsusiyyət bir neçəsində ola bilər. Amma hökmən deyir ki, elə biz suala uyğun hərəkət edəcəyik. Deyir ki, əməkdaşlıq zəifdir. Buradan bizə nəsə bir siqnal gəldi. Sonra deyir ki, onlar tapşırıqları bölüşdürməkdə, bir-biri ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər. Bax, konfliktlər var. Konfliktin həlli buradaydı. Sosial şəxsi kompetensiyada deyirdi, konfliktlərin həllinə yəni getməkdə belə deyək. Müəllim bu vəziyyətin şagirdlərin komanda işi və əməkdaşlıq bacarıqlarını inkişaf etmədiyini göstərdiyini müəyyənləşdirir. Demək, burada dediyimiz kimi əməkdaşlıq zəifdir. Bir də bax deyir ki, ünsiyyət qurmaqda çətinlik çəkirlər. Hə, sosial bacarıqlar da zəifdir də, sosiallaşma zəifdir şagirdlər arasında. Baxın, bir də ki, konfliktin həlli. O da yenə də hardadır? O da buradadır. Şəxsi sosialdadır. Ona görə Y variantı yazanlar doğrudur. Keçirik növbəti sualımıza. YouTube'da müəllimlərimiz nə yazıb? Y. Lap yaxşı. Belə. Görürsünüz, yəni başa düşəndən sonra çətini də yazmaq olur, asanı da, ortanı da. Biraz da belə eləyək, siz sual oxuyun o vaxtda. 17-ci deyil, biraz aşağı salardınız. Bir dəqiqə şərhmədərəm. Mən 18-ə çatdım. 17-ni göstərəsi değildim ki. Hə, Bəli, müəllim, 17-ni 17-də göstərməlisiniz. Hə. Yazıklar olsun bana. Aha, bir dəqiqə. Aha. Aha, sualın əvvəlin görə biləcəyik mi görək. Müəllim dərs zamanı, bax əvvəlin salıram bir cümlə görsənməyəcək. Müəllim dərs zamanı şagirdlərə. İndi qaldırıram yuxarı. Çünki yeni görə biləsiniz deyə. Yaxşı, qoy əvvəlini oxuyun, çünki belə alınmayacaq. Bir-iki cümlə düşürük aşağı. Əvvəlini oxuyun, sonra qaldıracağım. Yəqin əvvəlini oxuduz artıq. Yeni tam göstərək. Göndərin gəlsin cavablar. Əla, super. Hamı demək olar D yazıb, təkcə bir müəllim C yazmışdı. Əla, deməli çətin vəziyyətlərdən də çıxa bilirik. D variantı doğrudur. Bahar müəllimə izah verin görək. Hə, Bahar müəllimə. Səsiniz sorağınız gəlmir. Bahar Olar müəllim. mən deyim onda. Bahar müəllimənin səsi çıxmadı. Görüm Bahar müəllimədən səs. Görüm bir dənə başqa müəllim gəlirmi? Nərgiz müəllimə deyir mən. Yaxşı xatirə müəllimə heç tanışmayanlardan bir dənə soruşa. Deyin Nərgiz müəllimə izah verin. Deyəsən söhbət elə mənə qalacaq. Hə, deyəsən elə sizə qalacaq.
Hə, Nə? açıldı səsim açılmırdı mənim. Aha. Burada deyilir ki, müəllim şagirdlərin informasiya savadlığı, o sözdən tutmuşam, rəqəmsal savadlıq kompetensiyası zəifdir. Yəni Hansından doğru tutmusunuz? deyilmə. Hansından bir de deyin. Tam çatmadım. İnformasiya savadlığın zəif olması. Aha, siz oradan tutmusunuz. Müəllim bu Yox. vəziyyətin şagirdlərin Bir də, informasiya savadlığının zəif olması. Yəni həmin sözə bir də elə uyğun olaraq rəqəmsal savadlıq zəifdir. Yox. birinci sözdə elə birinci cümlədə onu göstərir. Yəni mədəni məlumatlılıq, yəni başqa xalqların mədəniyyətinə maraqlanmadılar. Ancaq bir mənbədən yapışdılar uşaqlar. Onu da o elə birinci cümləni də götürmək olar. Aha, birinci cümlədən siz oradan. Başqa kim hardan tutub, kim hardan yapışıb? İkinci cümlə də düzdür. İnformasiyanı o həmən verir. Amma birinci cümlə də öz-özlüyündə göstərir ki, cavab D-dir. Yaxşı. Başqa izah eləmək istəyən var? Yəni çoxluq demək olar ki, düz yazıb. Təkcə bir müəllim bilmədim hansı müəllim idi C yazmışdı. Doğrudur D yazanlar. Deyir müəllim dərs zamanı şagirdlərə mənbələrdən istifadə edərək araşdırma aparmağı tapşırır. Lakin şagirdlər yalnız deyir bir mənbəyə əsaslanır. Bax, bir mənbəyə. Rəqəmsalda nə idi? Şagirdlər deyirdi ki, bir neçə mənbəyə əsaslanmalıdır, araşdırmalıdır, düzdürmü? Və əldə etdi test üzərindən asan daha əsas. Sizə izahda deyirdim, axı dedim çox gəlməsin sizə mövzu belə. Qarışıq gəlməsin, test üzərindən tətbiqdə rahat başa düşəcəksiniz. Və əldə etdikləri məlumatın doğruluğunu yoxlamadan qəbul edirlər. Bax, həm bir mənbə, bir də ki, əldə etdiyi məlumatı heç yoxlamır. Bu da düzgün deyil axı. Bir neçə mənbədən araşdırmalısan, dəqiqliyin yoxlamalısan, nə dərəcədə düzgün araşdırmısan. Onlar fərqli mənbələri müqayisə etməkdə və məlumatın etibarlılığını qiymətləndirməkdə çətinlik çəkirlər. Elə buradan o dəqiqə görsənir ki, nədir? Bax, şagirdlərdə deyir rəqəmsal savadlılıq kompetensiyası bəli, zəifdir, bir mənbəyə əsaslanıb. Elə dərhal da o nə cavabı alıbsa onu da əsaslanıb. Bəlkə sən yanlış araşdırma eləyibsən, bir mənbədə bəlkə səhv məlumatdır. Onların informasiya mənbələrini analiz etmək və etibarlılığını qiymətləndirmək bacarığının inkişafına ehtiyac var. Bəli, bax, etibarlılığını qiymətləndirmək. Çünki burada deyir ki, məlumatın etibarlılığını qiymətləndirməkdə çətinlik çəkir. Bir mənbədən cavab aldı, elə bununla da kifayətlənib. Amma rəqəmsalda biz nə deyirdik? Deməli, bu bacarıqların inkişafına ehtiyac var. Bu mövzu izahı dinləyəndə anlamırdım. Test super, lap yaxşı. Axı dedim müəllimlər, test üzərindən tətbiqdən gözəl başa düşəcəksiniz. Yəni qorxulu lap da belə dəhşətli mövzu deyil. Ona görə test üzərindən birinci başladım. İndi biraz da bəzi suallar verəcəm. Keçirik sonuncu testimizə. Ona görə birinci mən testdən başlayıram. Sual cavabdan yox. Kurikulumda fərqli metodla gedirik. İcra müəllimə yazıb məndə. Sonuncu sualımız. Bu sualın izahını Təbriz müəllimdən bəlkə istəyərik. Hamı oxusan. Müəllimlərimizdən biri yazıb ehtiyatlı olun, radar var burada. Risk analizi. Göndərin görək cavablar. Sübhan müəllim tezkən yazdı. Müəllimə cibləndi. C düşünürsüz. İstəyirəm bu sualın izahını bəlkə Təbriz müəllim bizə versin. Düzü dedi, evdə deyiləm. Başqa yerdən qoşulmuşam. Təbriz müəllim, əgər uyğunsunuzsa izah verin. Təbriz müəllim yəqin uyğun deyil, eyb yox. Yaxşı, heç izah verməyən müəllimlərdən ürəkli olun görək, kim izah vermək istəyir? C yazanlar niyə yazmısınız? Bəlkə biz D düşünürük, nə bilim, bəlkə biz Y düşünürük. Bilənlər bilməyənlərə izah versin, o kinoda deyir ha. Kim izah vermək istəyir? Heç izah verməyənlərdən. Deyim müəllimə. Deyin Yasəmən müəllimə.
Deməli, burada mənim yanlış fikri müəyyən edir. Müəllimə, mən burada C variantı götürmüşəm. Niyə görə C variantı? Orada deyir, şagirdlər riyazi kompetensiyanı inkişaf etdirmək üçün onlara maliyyə idarə etməsi və risk analizi ilə bağlı tapşırıqlar vermək effektiv metodlardan biridir. Xeyr, burada yəni əgər orada idarə etmə varsa, maliyyə varsa, risk analizi varsa, deməli mən orada sahibkarlıq yəni Mhm. kompetensiya öndə gedir. Orada Əla. riyazi kompetensiyadan söz gedə bilməz. Ona görə mən C variantı götürmüşəm. Əla. Doğrudur. Suallarımız, testlərimiz bu qədər. Bunu PDF-ə salıb göndərəcəm inşallah qrupunuza. Yaxşı, indi burada rahat olsun deyə bu şəkildə açıram. PDF halında göndərəcəm. İndi mənə deyin görüm. Düz indi biraz sual-cavabdan davam edək, ondan sonra dərsi yekunlaşdırarıq. Mənə deyin görüm, müəllimlər, maliyyə sözünə görə nə oldu, ardını oxuya bilmədim. Deyin görüm, indi test üzərindən mövzunu daha yaxşı başa düşdükmü, yoxsa yox? Bax, asan suallarda qoymuşduq ora, orta, çətin səviyyədə. YouTube-dan olan müəllimlərimiz siz də yaza bilərsiniz. Hə? Deyin görək Bəli. hələ. Çox gözəl, lap yaxşı. Yəni düzünü deyim, mən PDF izahınıza da baxdım, PDF-dən də oxudum. Mən o mövzunu belə oxuyanda anlamadım. Amma test üzərində o qədər asan gəldi ki, mən məntiqlə belə tuturam çox Mhm. vaxtı sualların Mhm. cavabına. Amma Ay, burada çox rahatdır, yəni beynimə yatdı. əla. Başa düşdüm. Çox sağ olun. Əla. Allah sizdən razı olsun müəllimə. Nə gözəl, siz də sağ olun. Baxın, ona görə biz bu metodu seçmişik ki, birinci testə tətbiq. Həm testin içindən olsa keçirik də müzakirəyə, düzdürmü? Niyə bu burada belə oldu? Niyə orada məsələn tutaq ki, riyazi kompetensiya, niyə bu olmadı, bu oldu? Hə? Bunun içindən. Bir var ki, indi durub sorsam ki, hə, riyazidə nə idi? Məsələn, belə idi. Birincidən durub əvvəldən onu soruşsam, indi kim belə deyək, başa düşməyərəkdən kör-körənə kim əzbərləyibsə deyəcək. Hə, müəllimlər. Amma belə görürsünüzmü? Daha ən belə deyim, Müəllimə, test üzərindən. testlərlə daha yaxşı aydın başa düşürük. Həm Bəli. testlərdə açar sözlər də var. Hı Onlarla -hı. daha gözəl başa düşürük. Çox sağ olun müəllimə. Siz Belə də sağ olun. dərsi anlatdığınıza görə. Siz də sağ Nurə olun. müəllimə, Bəli, bəli. çox böyük təşəkkür edirəm. Bilirsiniz nəyə bənzəyir? O 100 manatlıq, 2 manatlıq kurtkanı 100 manat almağın günündə keçən il boyu oturub əzbərlədiyimin hamısı boş şeymiş. Ha. Oxuyub yatırdım, səhər dururdum, heç nə yadımda qalmır. Artıq Ha. başa düşürəm ki, nə işləyirəm. Ha. Çox Lap yaxşı. təşəkkür edirəm. Sağ olun. Nə xoş bizə. Demək, belə görüm YouTube-dan olan müəllimlərimiz nə yazır. Çox sağ olun müəllimə. Sizlər də sağ olun. Yəni biri var ki, biz o qədər söz yığının, hamı beynində saxlasın. Ay bu budur, bu budur. Test üzərindən öyrənmək çox asan olur. Çox sağ olun. Salim müəllimə yəqin bizim texnoloji qrupumuzdakı da YouTube-dan bizi izləyir. Hə, onlar YouTube-dan izləyir. Qalıblar YouTube-da. Demək, biri var ki, o qədər söz yığının, həqiqətən də bəzi təlimçilər heç bu dərsi normal bilmir, ancaq əzbər kimi deyirlər, müəllimlərimiz yazıb. İndi nə deyim valla? Hərənin bir metodu var. Mən də demək olar bu mövzunu gözəl anladım. Nəvay müəllimə yazıb. Çox sağ olun. Sizlər də sağ olun YouTube müəllimlərim. Müəllimə, əsas mahiyyətini bilmək lazımdır da. Bəli, bəli. Birinci Ola mahiyyətini bilmək lazımdır. Bəli, məsələn tutaq ki, ola bilər müəllim bir kompetensiyanın bütün xüsusiyyətlərini də mən durum soruşum. Vallahi heç onu bir çox təlimçilərin özündən soruş, o qədər söz yığın heç əzbər bilməyəcəklər. Düzdürmü? Bəli, O bəli. qədər söz yığın, insan beyni də axı bu. Bilirsiniz ki, kurikulumda söz yığınları çoxdur. Amma nə gəlir düşür? Situativ suallar. Görün, keçənki suallar, əvvəlki illərin, keçənki lap belə. Görürsünüz necə suallardır? Yəni əzbərçiliyə yol verilmədən. Səndən əzbər nə isə soruşmur. Deyir ki, mahiyyətini başa düşmürsənsə, situasiyanı tap orada. Bu vəziyyətdən necə çıxmalıdır şagird və ya da ki, müəllim nə etməlidir və ya da ki, burada bu zəifcə inkişaf etdirmək üçün nə etmək lazımdır. Ona görə söz yığınların biz öyrənirik, başa düşürük mahiyyətin test üzərinə tətbiq. Bayaq kimi yazdı 18 sualdan 2 səhv. Əladır. Yəni ümumiyyətlə indi mən belə deyirəm müəllimlər sizə ki, o qədər də güdmürəm ki, birinci gedişatımızdır da bu. Güdmürəm ki, ay müəllimin görəsən nə qədər testdən düzü səhvi çıxdı. Siz də onu özünüzdə güdməyin. Əsas odur ki, Nərgiz müəllimə yazıb, lap yaxşı. Əsas odur onu axtaraq ki biz, bax burada tutaq ki, səhv elədim, amma bunun mahiyyətini qazandım. Burada bu olanda bu məqam önə çəkilirmiş. Yaxşımı? İmtahana yaxın onsuz da biz İnşallah dərslərin sayını da artıracağıq. Texnologiya fənninin kimi açar sözlərlə kurikulumda sevdirdiniz bizə. Demək, imtahana yaxın dərslərin də sayını artıracağıq. Orada da başlayacağıq artıq qarışıq sınaqlara, keçdiyimiz mövzulardan bir neçə mövzuların sınağı bir yerdə. Ona görə kimsə səhv düzdə vuranda üzülməsin. Əsas o da öyrənməkdir. Gəlin istəyirəm bir neçə şifahi suallar verəm sizə. Burada bəzi suallar qeyd eləmişəm. Gəlin biraz onlardan davam eləyək, ondan sonra çıxa bilərsiniz.
Gəlin nələri görək önə çəkmişəm burada, qeydiyyatımı aparmışam özüm üçün. Hansından başlayaq? Məsələn, deyirəm ki, şagird gələcəyə yönəlmiş planlar qurur, özü haqqında düşünür. Bu kompetensiya rəqəmsal savadlılıq kompetensiyasıdır. Doğru Şəxsi yoxsa yanlış? D-yə Xeyr yazın. müəllimə. Xeyr müəllimə. Yanlış. xeyr, Yanlış. müəllimə, xeyr. Yanlış. Şəxsidir, şəxsi. Aha. Şəxsi sosial. Şəxsi diyor. Şəhərdə Burada sosial cəmiyyədə. özü Ay, haqqında düşünür də metokognitiv bilişlərə yiyələnir. bəli, bəli, bəli. Yanlış. Bəs yaxşı. Deyirəm ki, şagird nədir? Hər hansısa bir prosesi təhlil etməlidir, analiz etməlidir, əsaslandırıb bir nəticə ortaya qoymalıdır. Təhlil, əsaslandırma, bir analiz edib nəticəni ortaya qoymalıdır. Sizcə bu hansı kompetensiyadır? Bu dəfə sualı belə qoyuram. Savadlılıq. Bu araşdırma, əsaslanmalıdır nəyəsə. Bu hansında daha çox önə çəkilirdi. Savadlılıq idi bu bəyəm. Araşdır. Məsələn, tutaq ki, həyatda baş verən hər hansı bir məsələlərdir, proseslərdir. Şagird bunu nə edir? Yani Aha, riyazi elmi yazanlar var, bəli. Hə, Evet, nə etməlidir? Onu şagird araşdırmalıdır, əsaslandırmalıdır, bir nəticə ortaya qoymalıdır. Bu nə olacaq? Elmi. Hə? orada Yəni elmi var da, riyazi, elmi. bəli, riyazi bəli. tərli, elmi. Bəli, Elmi elmi. yazanlar doğrudur, bəli. Bax, görürsünüz, şifahi sualda çaşa bilirsiniz. Amma test üzərinə gördünüz nə qədər hamı qəşəng tapır. Çünki baxırsan ki, orada testdir də, bu artıq müəyyən bir nələrsə önə çəkilib. Amma şifahidə çaşa bilirik. Bəs Orada yaxşı. təbiət hadisələrini də araşdırmaq olar da. Bəli, bəli, elmi bəli. aiddir. Təbiət hadisələrini, təbiətdə, cəmiyyətdə baş verən hadisələri doğrudur. Növbəti sualımız belə gəlsin müəllimlər. Hə? Deməli deyirik ki, şagird nə etsin bu dəfə, nə etsin? Gəlin bu sualı verək. Dedik ki, bu kompetensiya bu dəfə belə qoyuram sualı. Xüsusilə dil dərslərində daha yaxşı dərindən mənimsədilir. Ünsiyyət, əməkdaşlıq, burada da müstəqil öyrənmədir. Hansında öyrən çəkilir? Savad, müəllimə, savad. Aha, yazılı, şifahi dedik, düzdürmü? Bəli, bəli. Fikirləri. Savadlılıq müəllimə, savadlılıq. Ay, sən savadlılıq. Biraz şifahi sual cavab da eləyək, ondan sonra bitirərik. Doğrudur. Yaxşı, növbəti Müəllimə, sualımız. bağışlayın müəllimə, o şəkilə baxıb onu anlamaq da savadlılıqdır da. Yəni o məsələn rəsm əsərlərinə baxıb onu anlamaq savadlılığa aiddir. Bəli, çünki orada nə deyirdi? Həmçində vizual da var idi da, Ay düzdürmü? sağ Onun olun. üçün. Hə, bəli, bəli. Ay, Vizual sağ. görünüş. Bəli, bəli, vizual. Bəs yaxşı. Və növbəti sualım belə olacaq sizə ki, nədir? Şagird nədir? Məsələn, hər hansısa bir istəklərinə, nə bilim, tələb istəklərlə bağlı deyirik ki, yeniliklər, dəyişikliklər etməyə yönəlir onun bacarıqları. Dəyişiklik, yenilik. Bu sizdə Riyazi. hansıdır? Dəyişiklik, yenilik hansındaydı? Müəllim, Aha. riyazi savadlılıqda olmalıdır da. Düzdürmü? Aha, riyazi, bəli. Bəli, Texnoloji, nə? bəli, bəli. Texnoloji Mühəndislik. Ən əsasda bunlar önə çəkilir. Yeni nəsə yaradır, yeni nəsə dəyişiklik eləyir. Bəli, Hı? aparatlar, robotlar zat hazırlamaq. Bəli, bəli, bəli. Bəs yaxşı, bəs yaxşı. Növbəti sualımız hardan gəlsin? Bayaqları dedik. Biri var ki, şagird, belə deyim sizə, bildiyi o dillərdən nə edir? Yerində, adekvat şəkildə istifadə edir. Bax, müxtəlif o dillərdən. Həm dinləyib anlama, nə bilim, danışma və s. Bu hansı bacarıqdadır? Birinci bunu deyin. Bax, yerində adekvat şəkildə. Çox dil bilmək. Amma tezkən deməyək də Şəhla müəllimə, qoy müəllimlər yazsın, yaxşımı? Aha, Mən deməli, orada yaza bilmirəm, müəllimə. hə, eybi yox, amma tez deməyək də, qoy onlar sonra indiyədək ki, Şəhla müəllimə tezkən cavab verdi, biz qaldıq. Aha, deməli, bu olacaq çox dil bilmək, yaxşı. Digər belə bir məqam qeyd eləmişəm, YouTube-dan olan müəllimlərimiz sizlər də yaza bilərsiniz. Bu zaman isə deyirəm ki, müxtəlif mədəniyyətlərə əsaslanır, müxtəlif xalqların əsasən də incəsənət yönümlü, belə deyim, bu bacarıqlar öndə olur. Həm adət-ənənə, həm incəsənət. Yenə də burada çox dil söhbəti var. Bu zaman bəs hansı olacaq? Biraz müqayisə aparırıq.
Mədəni Aha, bu zaman hansını götürməliyik müəllimlər? bu yazın. Yazın Mədəni görək, yazın görək. Mədəni məlumatlıq. bəli, Aferin mədəni. sizə. Növbəti sualım isə belədir. Deyirəm ki, şagird müəyyən məsələlərdə maliyyə savadlılığından istifadə edir, riskləri nəzərə alır. Bu fəal vətəndaş mövqeyidir. Yazın, doğru, yanlış. Bu dəfə sualı belə qoyuram. Yanlışdır, yanlış. Bu dəfə sualı belə qoyuram. Demək, yazsın, hamı yazsın. Hamı yazsın. Rəqəmi başlığın yazırıq da müəllimə, yanlış. Aha, bəli, başlığın yazsanız bəs eləyər. Yazın. Aha, Tam yazma. yaxşı olsun. Doğrudur müəllimlər. Doğrudur. Çünki nə risklərdən söhbət getdi, maliyyə savadlılığı bu hansındaydı? Sahibkarlıq Sahibkarlıqda, olmalıdır. bəli. Sahibkarlıq Sahibkarlıqda. yazanlar doğrudur, çoxluqda doğru yazın. Növbəti sual. Aha, bəli, yəni yanlış yazmalısınız o sualı. Çünki mən fəal Bəli, vətəndaş mövqeyi, amma doğru nəyə deyirəm? Orada sahibkarlıq yazmışlar, ona doğru deyirəm, onu təsdiqləyirəm, yəni səhv anlaşılmasın. Növbəti bir sualımız da gəlsin. Deyirəm ki, məsələn, hər hansısa bir, belə deyək, nəyin sualı belə qoyacağam. Tutaq ki, hər hansısa bir ümumi, belə deyək də, maraqlar naminə, sonra cəmiyyətin ola bilər hər hansısa bir problemi naminə bir qrup şəxslər çıxış edir. Aha, öz mövqeyini ortaya qoyur o məsələ haqqında, öz mövqeyini ortaya qoyur deyirəm. Fəal vətəndaşlıq. Aha. Bu hansı olar müəllimlər? Yazın. Mən bir Şəxsi sosial. Niyə Sevda müəllimə yazıb şəxsi sosial yazıqlar olsun. Axı deyirik, hər hansı bir cəmiyyətin məsələn problemidir, ümumi maraqlar naminə öz mövqeyini bir qrup şəxslər ortaya qoyur. Hə? Qrupda deyəsən 2 Sevda müəllimə var. Bəli, 2 Sevda müəllimə var. Elə deyəndə Yəqin ki, bu bir dəfə səhv eləmişik onu, oxumayıb yazmışdıq A-nı. Ay, sağ bəli. Demək, nə müəllimlər, fəal bax, YouTube-a da baxıram, ay yazıldı. Mən də oxumadan yazmışdım onu. Ona görə yadımda qalıb. Hə, bax gördünüz, səhv üzərinə yadda qalır. Müəllimə, siyasi məlumatlı olmaq da fəal vətəndaşlıq Bəli, bax görürsüz elə. İstilərdə iştirak eləmək, konstitusiyanı bilmək. Əlbəttə ki, elə siyasi məsələlərdən bağlı indi özünüz görürsünüz bir qrup şəxslər necə mövqe bildirir, bir mövqe necə. Yəni. Başqa ölkələrlə əlaqəni bilmək, yəni onların yəni onların hamısı fəal vətəndaşlıq mövqeyidir də, informasiya. Bəli. Yəni belə deyək də, kütləvi şəkildə informasiyalardan istifadə etmək, demokratiya olsun, söz azadlığı olsun, hər hansısa bir problemlə bağlı bayaq dedik. Məsələn, tutaq ki, sosial şəbəkədə bir nələrisə önə çəkirlər, çıxır, öz mövqeyini ortaya qoyurlar, düzdürmü? Deməli, fəal biri var ki, biganə qalasan, biri var ki, nəsə bir mövqe ortaya qoyasan. Növbəti bir sualımız da hardan gəlsin, hardan? Daha çox bu kompetensiya belə deyim sizə, yaradıcılığa, tənqidi təfəkkürə, ondan sonra problem həll etməyə, layihələndirmə, bunlara yönəlikdir. Bax, yaradıcılıq, tənqidi təfəkkür, problem həll etmə, nə bilim, bir layihələndirmə, bunları görsək, nəyi götürəcək? Hansında daha çox önə çəkilir, hansında daha çox önə çəkilmə vardır? Yazın görək. Bu da olacaq nədə? Sahibkarlıqda, doğrudur, bəli. Sahibkarlıq yazanlar, afərin sizə. Bəs yaxşı, tutaq ki, hər hansısa bir şəxsdir. O nedir? Məsələn, belə deyim də, İKT bacarıqlarından, yerli yerində, məqsədli şəkildə istifadə edir, süni intellektdən, nə bilim, robotlardan bağlı olsun. Aha. Məsələn, tutaq ki, rəqəmsal texnologiyalardan ümumi şəkildə desək, onların xüsusiyyətlərini bilir, necə istifadə etmək lazımdır, düzdürmü? Sonra deyirdi ki, kiber təhlükəsizlik. Bunlar hamısı hardadır müəllimlər?
rəqəmsal savadlılıqdadır. Kompüterin dilini bilmək də rəqəmsaldır da müəllimə. Əlbəttə ki, bəli. Kompüterin dilini bilmək. Elə Aha. biz elektron jurnal yazırıq. O Ha, da o özü rəqəmsaldır. rəqəmsaldır. Aha, Rəqəmsal. bəli, hamısı rəqəmsaldır. Bu qədər bəsdir. Bu qədər kifayət eləyər. Belə Çox sağ olun. müəllimlər. Təşəkkür Mövzumuz edirəm. necə idi? Yadda qaldımı? Bəli, çox sağ olun. Lap yaxşı. O sözləri Sağ ol. məsələn mən belə deyim, bir çox təlimçilərdən fərqli olaraq durub demirəm ki, filan müəllim bunun xüsusiyyətlərini sayır əzbər. Bunu sayır savadlılıqda, nə bilim, sahibkarlıqda, fəal vətəndaşda nə var? Bir sözlə halal olsun sizə. Hal-hazırda reklamlar gedir. Deyəni durub soruşum ki, ay bunu say, filan kəs saysın, digər də saysın, bunu saysın. Axı saymaqdan biz heç nə əldə eləməyəcəyik. Yəni kimi O fəal vətəndaş əzbərçilikdir də. Əzbərçilikdir də müəllimə. Beyin yorulur, o sözləri əzbərləm. Beyin Bəli, yorulur. bəli. Amma Əzbərçilik faktoloji biliyə aiddir də yəqin ki, hə ay, müəllimə? bəli, Deklarativ bəli. bilik. Keçəcək onlarda. Yəni Hə, duraq o qədər mən söz. testlərdən oxumuşam. Aha, bəli. Yəni duraq o qədər söz yığının soruşmağın heç yeri yoxdur, inanın mənə. Heç yeri yoxdur ki, durum sahibkarlığın bunu say və ya da ki, o birisində bunları say, bunu say. Bunun heç yeri yoxdur. Əzbərləri imtahana qədər müdam. 8 dənəni saya bilərik kompetensiyaları. Onları saya bilərik. Bunları bilməliyik işte. Amma səslər qarışdı, eşitmədim ki. Məlikə müəllimə nə dediniz? Sizin YouTube dərsində kitaba qulaq kitaba baxdınız, PDF. Amma eşidə bilmirəm ki, Məlikə müəllimə səsiniz gəlmir bizə yaxşı. Səs dalğalanır. Hə, bəli. Mən də eşidə bilmədim tam. Bir dənə YouTube eşitdim, PDF İndi eşitdim. gəlir müəllimə. Hə, indi əla. Hə, ola bilər ki, naşnik taxmışdım, ona görə Hə, yəqin ki. naşnikdən bağlı. Sizin YouTube dərsinizə 2 dəfə 4 qulaq asmışam. 2 dəfə də atdığınız PDF oxumuşam. İnanın ki, yadımda qalmır. Gözləyirdim ki, dərs olsun, müzakirə, test üzrə işləyək. İndi inanırsınız öyrəndim. Qayıdıb bir də YouTube dərsinizə baxanda yadımda qalır. Məsəl üçün o Hə. bəzi məqam. Amma cümlələr həqiqətən yadımda qalmır. Yəni çünki oxuyuram, biri qalır, biri qalmır. Mümkünsüz Bəli. bir şeydir. Mən o boyda siz cümlələri yadımda saxlayım. Elə təkcə siz yox, Təbii. çoxları. O qədər Bəli, birinci yadda dəfə saxlayın. beyin də yorulur, müəllimə. Qulaq asıram ki, sadəcə həmişə müzakirəni gözləyirəm ki, müzakirələrə qulaq asım. Test işləyim, təkrar bir də qulaq asıram, onda daha yaxşı öyrənirəm. Yadımda qalır, başa düşürəm. Ay, sən. Aha, lap əla. 4K bacarıqları haqqında indi sizə səs göndərəcəm. Qısa bir səs göndərəcəm. Müəllimə, Narahat olmayın. ancaq Bəli. testlərə düşür də, məsələn, onların ardıcıllığı. Bax, onu yadda saxlamaq lazımdır. Məsələn, birinci savadlılıq gəlir, sonra çox dil bilmək, riyazi elmi mühəndislik kompetensiyalar, mədəni məlumatlıq, şəxsi sosial və öyrənmək, vətəndaşlıq, sahibkarlıq, rəqəmsal. İndi o testdə bəzən verilir ki, bunları ardıcıl yaz ilə. Bax, indi belə bir sual verim. Sizcə imtahanda onun ardıcıllığı istəniləcək sizdən. O nə dərəcə doğrudur ki, bu qədər onsuz da kurikulumu situativ hala salıblar. İndi onu təlimçilər sala bilər, bunu ardıcıllıqdan düz. Bunun nə mahiyyəti var? İmtahana belə düşür, onda düşsə hamı qədər kurikulumdan yüksək nəticə göstərər də. Hə? O testlərin heç bir mahiyyəti yoxdur ki, bu kompetensiya, istəyən əzbər ardıcıl yadda saxlasın. Amma onun heç bir mahiyyəti yoxdur. Heç o testi boş verin, geçsin. Heç orada səhvdə çıxsa, heç ona əhəmiyyət verməyin. Çünki belə bir sual imtahana düşəsi deyil. İmtahana bu dəqiqə o kompetensiyanın içindən salacaqlar situativ suallar. Ancaq situasiyada bu dəqiqə kurikulum. Yaxşı, yoxsa bunu ardıcıl, bunu onda nə var? O salırlar, indi sual xatirinə təlimçilər salır, o boş şeydir. Müəllimə, amma mən bir testdə görmüşəm ki, onların ardıcıllığı verilibdir. Hı. Yəni düzdür, sizinlə razılaşıram ki, o mahiyyəti başa düşmək lazımdır. Hı. Amma ardıcıllığı mən görmüşəm testdə ki, bu testləri ardıcıl, məsələn də bu deyilənləri ardıcıl surətdə hansından sonra hansı gəlir. Hayır, Yəni o o məsələləri yenə deyirəm, o təlimçinin hər hansı bir təlimçilərin saldığıdır. Yaxşı, o hər hansı bir təlimçilərin saldığı sualdır. İmtahan tipli sual deyil. lazımdır. Hə, yadda saxlaya kim istəyirsə əzbər ardıcıllığın yadda saxlasın, amma imtahan tipli sual deyil o. Bu iki MİQ imtahanında hamısı situasiya idi. Bəli. Hamı niyə ağlayaraq çıxdı bu kurikulumdan bağlı ki? Hamısı situativ. Öyrəndiklərini ay müəllim o testlərin mahiyyəti yoxdur, danışdırmayın. Müəllimlərimizdən biri yazır. Bəli, onların heç bir mahiyyəti yoxdur. Əsas hamısı bəzi suallar həqiqətən başaldıcı suallardır, belə deyim sizə. Başaldadıcı suallardır, salırlar ki, ay belə elə. Amma imtahanda görürsə necə suallardır.
Belə müəllimlər sual xatirinə yazılan suallar əsas o insan bəli elədir. Amma yenə də ürəyinizdə qara qalmasın deyə kimisi ir arzulu öyrənsin. Müəlliməm, Ərazini tərk edə bilərikmi? Bəli. gələn dərs və yaxud da növbəti dərslərdə əvvəlki mövzulardan da sual-cavab edə bilərik. Əsasən Edərik. inteqrasiyadan. Aha, keçərik. İnteqrasiya sual, inteqrasiyanı bu dəqiqə sual cavab eləyim. Onun nə mənası var? Testdə tətbiq eləyin onu, testdə. Növbəti dərslər inşallah keçdiyimiz mövzulardan qarışıq. Hələ 1-2 dərs adaptasiya olun dərslərə. Ondan sonra qarışıq sınaqda hazırlayacağam. Narahat olmayın. Müəllimə, Yaxşı? o yetərincə bizə təkrar qalacaq da. Bəli, Yəni bəli. mövzuları keçək bir fəsil, sonra Möhtəşəm. yetərincə biz təkrar Aha. edəcəyik. Bəli, bəli. İnanın ki, bu dəqiqə hələ belə deyim də, heç çox ən məşhur təlimçilər belə bu dəqiqə kurikulumdan ancaq məsələn tutaq ki, bir mövzu gedir. Hələ heç kim heç çoxu təkrara da belə qayıtmır. Hamı axıra saxlayır. Ona görə mən özüm də hələ qayıtmıram ki, niyə mən heç inteqrasiyanı belə çox məşhur təlimçilər keçməyib müəllimlərə. Çünki yeniliklərlə bağlı hələ çoxunun beyni qarışıqdır. Amma mən sizə onu da izah eləmişəm, müzakirə eləmişik. Amma o demək deyil ki, qayıtmayacaq, ona da qayıdacağıq. Biraz Amma özüm adaptasiya olun mövzulara. Ondan sonra qayıdacağıq. Yaxşımı? özüm Narahat üçün olmayın. təkrar eləyirik də hər gün. Özüm Bəli. üçün. Bəli, özünüz üçün açıb baxa bilərsiniz. Göndərdiyim sınaqları təkrar işləyə bilərsiniz. Bəli, bəli. Yaxşımı? Amma hamısını onsuz da qayıdacağıq biz. Bəli, Belə müəllimə. müəllimlər, axşam saat 9-un yarısı texnologiyadan canlımız olacaq YouTube-da. Sual yağışımız olacaq. Qoşulub Çox sağ gəlib olun. qoşularsınız. Hə, çox Çox sağ sağ olun olun. müəllimə, təşəkkür Siz də edirəm. sağ olun. Sizlər də sağ olun. Görüşərik. Sağ olun. İnşallah. Sağ olun. Demək belə. Ürəklər qalxıb göylərə. Çox sağ olun. YouTube müəllimlərimiz, sizlər də sağ olun. Görüşərik. Siz də sağ olun müəllimlər. Deməli, belə. Mhm.